Bax. Herkese salam dostlar, kanalıma hoş geldiniz. Videonun başlığından da göründüğü kimi toyuqcamıza xəstəliyi mi düşdü, hansılarına düşüb, hansılarında əlamət var, ondan danışacağım sizlərə. Amma videoya keçmədən öncə çox xahiş edirəm ki, kanalıma abunə olun, mütləq şəkildə dəstəyinizə ehtiyacım var. Videonu da sonuna qədər izləyin, çünki sonda sizə deyəcəyim çox şey olacaq. Videonun sonuna qədər çox şey açıqlayacağım sizlərə. İlk öncə onu deyim ki, dostlar, bu həyətdə qonşumuzdur. Buradakı evdə, yəni onların qonşusu olan o evdə, o da bizim qonşumuzdur. Bağçalarımızla eynidir. Xəstəlik var hal-hazırda həyətlərində və bütün küçəmizdə və yaxud da ki, yaxın ətrafımızda, küçəmizin yanındakı küçələrdə belə heç kimin həyətində toyuqca qalmayıb. Hamısınınki öldü. Sadəcə atamın bibisi oğlu və o həyət, yəni qonşumuzdur. Atamın həm də bibisi oğludur. Eyni həyətdədir evlərimiz. Sadəcə onlarla bizdə qalıb toyuqca. Bizimkilərə heç nə olmayıb. Biz ikimiz də H vaksinindən istifadə edirik, yəni toyuqcamızı onunla qoruyuruq. İndi bu videoda sizlərə bu vəziyyətdə, yəni bu xəstəliklərin olan elədiyi vəziyyətdə toyuqcələrimizi necə qoruyaq, ondan bəhs edəcəm, ondan danışacağım. Yəni mən hansı tədbirləri görürəm, ondan danışacağım. İlk öncə onu deyim ki, dostlar, bizim toyuqlarımızdan artıq ətli cücələrimdə xəstəlik əlamətləri, təəssüflər olsun ki, var. Bir dənəsini kəsdim, bir ayında idi. 31-ci günündə kəsdim, yəni 30 gün, 31-ci günündə kəsdim. 1 kilo 600 qram ət verdi. Təbii ki, içinin izlərindən deyildi. Bu saat onun ət verimi də mən vecimə deyil. Sadəcə yəni birini kəsdim artıq məcburən. Amma ikisi də hal-hazırda qıqqıldayır və qarnı gedir. Onlara da tədbirlər görürəm, dərmanlar verirəm dünəndən. Hal-hazırda birinin qarnının ağrısı dayanıb, amma qıqqılsa hələ dayanmayıb. Birində hələ tam olaraq dayanıb mı, dayanmayıb mı əmin deyiləm. O inşallah axşama doğru elə biləm ki, onda da dayanacaq. Çünki irəliləyiş var onda da. Başqa bu toyuqlarımızda hələ ki bir şey yoxdur. Çox şükür Allaha ki bir göstərgi yoxdur. Amma ki çox təhlükəlidir. Çünki o qonşuda da var, o qonşuda da var. Əlavə olaraq da məsələn bu tərəfdə, yəni digər küçənin digər tərəfində yaşayan qonşularımız yoldan fırlananda uzaq olur deyə gəlib bizim həyətdən onlara keçir. Oradan bizə gəlir. O qonşumuz bizə keçir. Biz onların həyətinə keçirik. Beləcə çox şey olur da, ayaqla gediş-gəliş, yəni mikrob bu saat hər tərəfdədir. O xəstəlik mikrobları hər tərəfdədir. Heyvanlarımın xəstələnməsinə özüm də təəccüblənirəm. Yəqin ki, bu vaksinə görədir qoruyur. Düzdür, vaksin 100% bir qoruma göstərmir. Yəni H vaksini vururam, 100% bir qoruma təbii ki, yoxdur. Heç bir elədiyimiz heç bir şeydə 100% qoruma yoxdur. Amma yenə də maksimum dərəcədə heyvanlarımı ağlıma gələn ən böyük qoruma üsulu, yəni H vaksinidir. Çünki ən yaxşısı bildiyim qədərilə odur. İnşallah bir də onda deyim, o hündüşkanın ayağında 100% görəcəksiniz sarğı var. Ona da dünənləri axşam canlı yayımda da bəhs elədim. Onun ayağı dünənləri o yatdıqları tar olan setka var. Üzr istəyirəm. Aşağı tullananda barmağı keçdi arasında, barmağı sındı və sümüyü ətdən ağlı başlı çıxdı. Onun üçün aşağısını əskindən sarmışam. Üstdəkini də söz nədir? Bu yaralanı sarmaq üçün o yapışqanlı bint kimi olur. Onunla eləmişəm. Yəni ayağından düşəcək bir şey deyil də. Onun da ayağını onu deyirəm birdən görüb soruşacaqsınız 100%, ona görə deyim. İndi hal-hazırda sizə digər heyvanlarımızı da təbii ki göstərəcəm. Sadəcə bura biraz dərman atdım ki, buğda atdım ki, gəlsinlər bura. Biraz burada çəkim. Uşaqlar baxın, o su qabıdır. Bir dəqiqə indi sizə göstərəcəyim. Toyuqlarımın, heyvanlarımın bir çoxu bu su qabıdan su içir. Baxın, gedib sirkə alıb gətirmişəm. İndi hal-hazırda bu sirkədən qatacam bura. Təbii ki, varım idi, vermişəm. Sadəcə bitdi. Bugün səhər getdim, təkrar aldım, gətirdim sirkəni. Hal-hazırda indi sizə bunun qatılmasını da göstərəcəm. Çünki deyirsiniz ki, suya sirkəni nə qədər qatırsan, bir çoxunu sual verirsiniz. Bu qab 12 litr filan su tutur. İndi qabın kirliyinə baxmayın da, toyuq yalağıdır. Yəni neynəsəz də içi yosun bağlayır da. Yəni təmizləsəz də 2 gün yenə su tökürsünüz, yenə yosun bağlayır. Yəni orada bir şey yoxdur. Su görürsünüz ki, təmizdir. Bu 12 litr falan su tutur, 11-12 litr su tutur, amma indi hal-hazırda bunun içində 8-9 litr su var. İndi 8-9 litrə bu sirkədən nə qədər qatacağım, onu sizə göstərirəm. Əlavə olaraq da onu deyim ki, biraz dozasında çox qatıram. Niyə görə? Çünki hal-hazırda bunların profilaktik tədbirə yox, 100% qorumaya ehtiyacı var. Yəni bunu elə eləməliyik ki, necə deyim sizlərə, yəni daha çox olsun da dozası. Su da uşaqlar biraz qabın dibi rəngli olduğu üçün, ağ qabda olanda bilirəm, qabın dibi rəngli olduğu üçün suyu iylədim. Suyun qoxusundan bilirəm ki, artıq sirkənin suyun içində kəskinliyi çoxdur. Çox da kəskin eləyəndə toyuqlar içmirlər də, su çox kəskin olanda. Baxın uşaqlar,
Gördünüz? Bundan nə qədər azaldı? Baxın bu qədər. Bu qədərini tökdüm. 8 litr suyun içinə bu qədərini tökdüm. Bu qədəri yetərli. Hətta bəlkə də biraz da tökə bilərəm. Biraz da töküm. Bu qədər azdı artıq. Bu qədər suya uşaqlar bu qədər sirkə tökdüm. Qarışdırıram ki, hər yerinə tam olaraq geçsin. Tökürsüz uşaqlar, qarışdırırsınız, heyvanlarınız içir. Bağırsaqlarındakı filan mikrobların hamısını öldürməyə kömək eləyir. Əlavə olaraq da bu sirkədən necə istifadə edirəm uşaqlar? Bu dərman səpən yoxdur. İndi onu da videonun sonunda sizlərə istəsəz göstərərəm, amma ehtiyac da yoxdur çox da göstərməyə. Baxın. Bu sirkə var ha. Bundan tökürsüz, içinə də az da su qatırsınız. Heç su qatmasaz da olar. Yəni sırf sirkə də vursunuz yaxşıdır. Səpirsiniz damınıza, hansı ki həyətinizə. Bax məsələn mən indi o qonşu ilə aramızda gediş-gəliş yolu var da. O yolda bilirəm ki, ayağının mikrob dolu. Düzdür, indi həyətin hər yerinə yayılıb zaten o mikrob. Yəni bilirəm ki, var hazırda toyuqlarımızın da içində o mikrobdan. Baxın görürsüz uşaqlar içirlər. Hal-hazırda gedəcəm uşaqlar. Bundan tökəcəm o dərman səpən aparatın içərisinə. Başlayacağım bütün o toyuqların yatdıqları damları əsasən. Bu hansı ki qonşuya getdiyimiz yol var ha, baxın uşaqlar. Oranı əsasən. Oraların hamısını dərmanlayacağım. Əlavə olaraq da heyvanlarımızın dediyim kimi çoxu bu qabdan su içir. Əlavə başqa qabların hamısını boşaldacağım. Bir dənə də orada toyuqların damlarında, yerlərində bir dənə də qaba su töküb onu da yenə sirkəli su ilə qarışdıracağım. Çünki istəyirəm ki, heyvanlarım sirkəli sudan başqa heç bir su içməsinlər. Məcburam da bunu eləməyə uşaqlar. Çünki edəcək başqa bir hal-hazırda çarəm yoxdur. Heyvanlara vaksin vurulmalıdır. Vaksini vurmuşam. İndi geriyə bizim üçün nə qalır? Geriyə sadəcə bu sirkəli sudur. İstifadə eləməyə qalır. Başqa da ki, təbii ki, baytara yaxınlaşıb ondan baytardan antibiotik də deyirəm. Dezinfeksiya üçün məhlullar alıb ondan səpə bilərsiniz. Hal-hazırda bizim də eləmək lazım olan əslində o idi. Bir də ki, heyvanlarımızı bu saat çölə buraxmağın heç yeri deyildi. Bunlar damda qalmalıdır. Amma mənim toyuqlarım damda qalası şəraitim yoxdur. Çünki heyvan sayım çoxdur. Toyuqlar sadəcə axşamlar orada qala biləcək şəraitdədirlər. Yəni gündüz onları orada saxlasam artıq bu aşırılıq olacaq. Yəni necə deyim, əmələ gəlməyəcəkdir. Orada çox sıxılacaqlar. Toyuqlar stressə girəcək. Bu da o xəstəlikdən bin betərdir. Yəni immunitet sırası düşəcək aşağı. Çünki çöldə baxın ot filan yeyirlər. O bağçamız da var. Çöldə ot filan yeyirlər. Mən əgər toyuqlarımı bu saat salsam, immunitetləri bunların düşəcək aşağı, xəstəliklərə daha çox yoluxacaqlar. Əlavə olaraq nə tədbirlər görə bilərsiniz uşaqlar? Yemlərini artırıram və müxtəlifləşdirirəm. Yəni əlinizdə bacardığınız qədər nə qədər yem varsa qarışdırın bir-birinə, verin toyuqlarınıza. İndi əlavə olaraq bunlara tərəvəz artıqlarını daha çox aldacağam, meyvə artıqlarını daha çox aldacağam. Yığdığım meyvələr var idi, heyvalar var idi filan, yığıb evə qoymuşdum. İndi onlardan da çünki bağçada biraz azalıb, onlardan da gətirib bunların qabağına tökəcəm, nar vuracağam. Orada xurma karelyok var, ondan yeyirlər. Yəni bacardığınız qədər immunitetlərini yüksəldim bunların. Çünki başqa edəcəyimiz bir şey yoxdur. Təbii ki, nə mən dediklərim, nə də vurduğum vaksin bunları 100% bir qoruma göstərmir. Buna əminliklə sizə deyə bilərəm. Bəlkə də aranızda baytarlar varsa 100% necə qoruya bilərik deyə bilərsiniz. Amma 100% qoruma heç bir şey göstərmir. Yəni hamısında az da olsa yoluxma şansı var. Amma yenə də bacardığımız qədər maksimum dərəcədə edə biləcəklərim bunlardır və etməyə çalışıram. İnşallah ki, toyuqcamıza bir şey olmaz. İndi gedək sizlərə ətli cücələrimizi də göstərim. Dostlar, bu da ətli cücələrimizdir bizim. Xəstə olan cücə hansı idi? Xəstə olan cücə odur uşaqlar. Qarnı gedirdi, düzəltmişəm. Yeməyin yeyir, amma digərləri kimi güclü yemir, zəif yeyir. Getdim uşaqlar. Bunlara keçmişdim. Bu 1 manat 50 qəpiklik yemdir. Baxın sizə göstərim. Bu 1 manat 50 qəpiklik yemdir. Daha doğrusu 1 manat 40 qəpiklik idi. Mən biraz ucuz başa gəlsin, artıq böyüyüblər deyə keçmişdim 1 manatlıq yemə 3-4 gündür. Təzədən getdim bugün yenə 1 manat 40 qəpiklik yemlə, bahalı yemlə aldım ki, bunun içindəki vitaminlər filan ondan daha yaxşıdır. Həm də bunu digərinə nisbətən çox daha yaxşı yeyirlər. Getdim bundan aldım ki, bunların immunitetləri düşməsin aşağı, yaxşı qidalansınlar. Yəni ümumi deyim ki, çox böyük problem var, amma yox. Baxın, görürsüz onun yeməyin, görürsüz. Digərlərə nisbətən görün necə zəif yeyir. Dünən də qarnı necə gedirdi uşaqlar. Bir var ki, uşaqlar nəcisə gedəndə yumşaq getsin. Yumşaq yoxu, ümumiyyətlə bunun arxasında nəcis dayanmır da. Yəni öz-özündən axırdı elə. Yəni o dərəcədə bunun qarnı gedirdi. Ona görə getdim tez bunun boğazına uşaqlar bir dənə elə oksitetraskirin atdım. Bir dənə oksitetraskirin səhərə bunu yaxşı elədi. Əslində bunun ağzına 2 dənə də ata bilərdim. Çünki
cüssəsi böyüdü, amma mən getdim bir dənə atdım. Səhərə sırazı qarın ağrısını kəsdi. İndi bunu bir dənə də oksitotraskirin atacağım. Əlavə olaraq da bir dənə də içəridə var, balacaların içində var. O da xırıllayıb, dəhşət dərəcədə xırıllayır. Ona da atacağım inşallah. Görək nə olacaq vəziyyətləri. İnşallah ki, ölüm falan olmaz, düzələrlər hamısı. Əsas da mən qorxduğum hündüşkalarımlar və toyuqlarımdandır. Çünki hündüşkalara çox xərc çəkmişəm uşaqlar. Onların ölməsini qətiyyən istəmirəm. Toyuq bəsdir. Bu da uşaqlar, burada belə yer var. Gəlib burada yumurtayır. Belə uşaqlar, yəni bunlar haqqında deyəcəklərim bu qədərdir. İndi keçim sizlərə o biriləri də göstərim, balacaları da göstərim. Bunlar da buradadır uşaqlar. Kıkıltı ne eşitdiniz bax uşaqlar, buna da kıkıltı düşüb. Əslində kıkıltı onda idi, baxın buna da düşüb. Yəni məcburən artıq hamısını ayıra bilmərəm, onun üçün bax kıkıltı buna da düşüb. Çünki mikrop hamısında var, düşsə düşəcək, yəni edəcək bir şey yoxdur. Artıq baxın görürsünüz. Bax. Görürsünüz uşaqlar. Artıq kıkıltı ona da düşüb. İndi bunlara da gətirəcəm uşaqlar. Sularını dəyişəcəm, sirkəli su qoyacağım. Bunlara da digərlərinə də sirkəli su qoyacağım. İndi inşallah ki, bunlar da düzəlirlər. Düzəlməsə belə bunlardan o qədər də çəkinəcəyim yoxdur. Niyə görə deyirsiniz uşaqlar? Baxın, hamısında var, hamısına düşüb burada. Bunlardan o qədər də çəkinəcəyim yoxdur. Çünki uşaqlar azdan çoxdan ətləri var. Görəcəm problemdir, kəsəcəm, yeyəcəm. Yəni bunlarda elə bir böyük problem yoxdur. Yəni bunların çox da bunlardan narahat deyiləm. Mənim ən əsas narahat olduğum uşaqlar hündüşkalar və toyuqlardır. Bunlara təbii ki, vaksin vurulmuyor. Çünki cəmi bunlar 32-33 günlükdülər. 33-34 günlükdülər bu günlər. 34 günlükdülər, üzr istəyirəm. Yəni bunlara təbii ki, vaksin vurmamışam. Vaksinsiz bir bulardı, bir də onlarda balaca hündüşkalarım var, olardı. İnşallah ki, bunlara da bir şey olmaz dostlar. Bir də vaksinsiz heyvanlarımızdan uşaqlar bulardılar, vaksinsiz. Bunlar da balacadılar deyin, zaten vaksin vurmamışdım. Əslində indi 2 aydır vurmaq olar, amma sırf gedib ümumi bunlar üçün də vaksin almaq istəmirəm. Bunları da necə qoruyacağım? Bunların da yerini sirkə ilə dezinfeksiya edəcəm. O dərman səpən aparatlar olur. Onunla yerinə dərman səpəcəm. Əlavə olaraq da sularında da yenə sirkə verəcəm. İndi hal-hazırda buraxdım və belə həyətdə gəzişirlər. Video bilirəm uşaqlar biraz qarışıq oldu, amma da edəcək bir şey yoxdur. Üzürü sayın, mən də biraz bu xəstəliyə görə həm keyfim yoxdur, həm biraz həyəcanlıyam. Ayrıca olaraq bütün qonşularımızda da yenə uşaqlar dabaq xəstəliyi var, heyvandan da, inəkdən də çox narahatam. Yəni hər tərəf xəstəliklə doludur da, bu saat maksimum dərəcədə heyvanlarımı qorumağa çalışıram. İnşallah dediyim kimi ən əsas qorxduğum şey bu mənim hündüşkalarımdır. İnşallah bunlara heç nə olmasın. O dişi hündüşkanında desəz nəyi var? Ayağının altı böyrü şişib. Ona da antibiotik verəcəm. Dünənləri gördüm ki, ayağının altı şişib. Ona görə ayağı ağrıyır deyə elə gəzir. Büzük durmasının səbəbi odur. Ayaqları nəsə şişib, o pəncə hissəsi. Ona görə o biraz o gündədir. Ona da antibiotik verəcəm. İndi inşallah düzələr. Amma hündüşkalarımızda hələ ki bir problem görmür uşaqlar. Çünki görürsünüz orada burada atlanırlar. Neyi də çəkirəm, sabah biri ölür. Hündüşkanı çəkirəm, sabah hündüşkanın biri ölür. Ördəyə çəkirəm, biri ölür. Sonra bir dəfə də ördəyə çəkdim, 3 dənəsi itdi. Yəni nəyə çəkirəm bir şey olur. Maşallah deməyi də unutmayın. İnşallah kanalıma abunə olun, videolarımı bəyənin, görək nə olur. Dediyim kimi ən qorxduğum şey hündüşkalardır. Sonra da toyuqlarımdır. Yəni bu dənə onlara xəstəyə düşməsin. Geri qalanın telafi eləmək olar. Amma bunlara xəstəyə düşsə, həqiqətən batdığımın rəsmən açıqlamasıdır. Belə uşaqlar, sağ olun, salamat qalın. İnşallah yayınımızı, videomuzu bəyənin. Kanalıma abunə deyilsə, abunə olun. Əgər təbii ki, aranızda baytar varsa və yaxud da ki, fikirləriniz varsa mənə yönləndirə biləcəyiniz, yəni nələr edim, başqa nələr eləyim, onlarla da bağlı mənə fikir bildirərsiniz. İndi hal-hazırda H vaksini vurmuşam, zaten edəcəyim maksimum dərəcədə qorumanı etmişəm. Əlavə olaraq da sirkəli su verirəm, yerlərin sirkə ilə dezinfeksiya edirəm. Oksitetraskirindir, ultraseptoldur. Bunlar da əlimin altındadır. Zəif gördüyüm heyvanlara 100% antibiotik, qarnı ağrıyırsa oksitetraskirin, yəni başqa problemlər varsa antibiotik olaraq ultraseptol verirəm. Arada qarnı ağrısında da ultraseptol istifadə edirəm. Zaten antibiotikdir, ona da xeyir eləyir. Hələ ki edəcəyim, etdiklərim uşaqlar bunlardır. Həyətim də görürsünüz böyüdü. Toyuqları indi hal-hazırda dediyim kimi dama sala bilmərəm. Həm damlarım bütün gün damda qalması üçün, bağlı şəraitdə qalması üçün balacadılar. Ayrıca olaraq bunları bu otdan məhrum edəsəm, immunitetləri və yaxud da ki dama salsam stresə girəcəklər. Həm ot tutmayacaqlar, həm stresə girib
immunitetləri aşağı düşəcək. İmmunitet də aşağı düşən kimi sırazı xəstəlik onsuz başlarının üstündən aldıracaq. Ona görə mən çalışıram ki, bunları hal-hazırda bol-bol yedizdireyim. Maksimum dərəcədə sirkədə filan, onunla da antibiotik olaraq bunlarla da dəstəkləyim. İmmunitetləri aşağılara düşməsin. Çünki immunitet aşağı düşən kimi xəstəlik başlarını alacaq. Hal-hazırda ən böyük mənim qorumam, vaksindən də böyük qorumam immunitetlərin yüksək saxlamaqdır bunların. Belə dostlar, sağ olun, salamat qalın. İnşallah yenə də sizlərə məlumatlar paylaşacağam.